Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin və YouTube kanalına abunə olun ki, pensiya almaq istəyən vətəndaşlar bilsinlər, pensiyanın necə bərpa etmə var. Əgər belə deyək, Dövlət Sosial Müdafiə Nazirliyi deyir ki, sizin pensiyanızı yəni sizə verilmir, əmək stajı yoxdur. Və yaxud digər səbəbdən verilmir, müavinət verir. Əgər müavinətdən pensiya keçmək istəyirsə, video sonuna qədər baxın. Eyni zamanda müavinət də verilmirsə, pensiya verilmirsə, yenə də baxın, yenə də pensiyanın təyinatından bağlı məlumat verəcəm. Hörmətli izləyicilər, onu qeyd edin ki, mən özüm də əlilliyin şəxsən, yəni əlillər arasındayam. Ona görə pensiyana maraqlanam, pensiyada müavinətdir, sosial yardımdır, buranı maraqlanam. Mən özüm də yəni onlarla dolanam. Düz sosial yardım almıram, amma pensiya alıram. Ona görə. Bir də ona görə sizdən xahiş edirəm ki, videonu bəyənirsiniz ki, mən telefonla da hüquqi məsləhəti verirəm. Əyani şəkillə məsləhəti verirəm. Bir də ki, özümün hazırladığı Dünyanın 40 tanınmış əlilləri haqqında kitabı var. Hörmətli izləyicilər, yəni ki, motivasiya kitabıdır. 20 manat satıram. Dəstəsini bəyənin, qoy hamı bilsin. Yəni keçən mövzuya. O yan bir videoya baxdım. Bir vətəndaş televiziya mövzu təyəmişdi ki, bəs mənim pensiyamı vermirlər ki, bəs səndə 300 staj çatmır. Bəs mən nə edim? Deməli, bunu qısa olaraq deyim ki, siz məhkəmə qaydasını həll edə bilərsiniz, amma burada bir incə məqamlar var. 2018-ə qədər sizdən yalnız tələb olunur ki, sübut edəsiniz ki, hansısa bir idarə təşkilatda işləmişsiniz. Amma 2018-dən sonra tələb olunur ki, onun həmin təşkilatın sizin belə deyək, hesabınıza sosial ödənişlər edib-etməyib, o tələb olunur. Nəzərə alın, hörmətli izləyicilər. Bu nə deməkdir, hamısını indi izah edəcəm. Video sonuna qədər baxın ki, aydın olsun. Yeri gəlmişkən məlumat üçün bildirin ki, oktyabr ayının pensiyası Sosial Müdafiə Nazirliyinin verdiyi məlumata görə oktyabrın 10-u Abşeron, Bakı şəhəri üzrə ödənişlər olacaq. Bir də Sumqayıt şəhəri üzrə, hörmətli izləyicilər. Ayın 10-u ödənişlər gözlənir. Və belə keçən mövzuya. Deməli, nə deməkdir ki o? Yəni pensiya kapitalı. Pensiya kapitalı sizdə olmalıdır, hörmətli izləyicilər. 2018-dən sonra. 2018-ə qədər tələb olunmur. Mən tövsiyə edərdim ki, pensiya çıxmaq istəyən şəxslərə, pensiya çıxmasından əvvəl harada işləyirsinizsə, onun mühasibinə yaxınlaşın. Xahiş edin ki, sistemə girsin, baxsın, görsün ki,